Yay yaxınlaşır və avtomobil bazarında ciddi dəyişikliklər baş verir. Bəzi maşınlar ucuzlaşır, bəziləri isə bahalaşır. Əgər avtomobil alıb satmaq istəyirsinizsə, bu videonu sona qədər izləyin. Çünki sizə yayda hansı avtomobilləri almağın daha sərfəli olduğunu izah edəcəyik. Yay mövsümündə avtomobil bazarında iki əsas tendensiya müşahidə olunur. Bəzi avtomobillərin qiyməti düşür, çünki onlar isti havada o qədər də rahat olmur. Digər tərəfdən, bəzi modellər isə bahalaşır, çünki insanlar səyahət və rahatlıq üçün onlara üstünlük verirlər. İlk olaraq qiymətləri ilə modellərə baxaq. Yayda tələbat azaldığı üçün bəzi avtomobillər ucuzlaşır. Bunlardan biri də məşhur Lada Niva'dır. Çətin yollar üçün ideal olsa da, yayda sürücülər tərəfindən o qədər də sevilmir. Kondisioner sistemi zəifdir və içəridə yüksək temperatur olur. Yanacaq sərfiyyatı çoxdur, xüsusilə şəhər daxilində. Chevrolet Cruze. Yayda mühərrikin tez qızması problemi var. Soyutma sistemi zəifdir və uzun yol üçün risklidir. Alıcılar yayın isti aylarında daha etibarlı modellərə üstünlük verirlər. Digər tərəfdən, yay mövsümündə bəzi avtomobillərin qiyməti artır. Çünki insanlar səyahət üçün daha rahat və yanacağa qənaət edən avtomobillər axtarırlar. Məsələn, aşağıdakı modellər yayda bahalaşır. Yanacağa qənaət edən sedanlar və hibridlər. Şəhərdə və uzun yolda az yanacaq sərfiyyatı üstünlükdür. İsti havada daha stabil və təhlükəsizdirlər. Rahat SUV-lar, böyük ailələr və yay səfərləri üçün idealdır. Kondisioner və rahat salon sistemi yayda böyük üstünlükdür. Kabriolet və idman avtomobilləri yayın əsas simvollarından biri açıq damlı avtomobillərdir. İnsanlar isti havada bu avtomobillərlə səyahət etməyi sevirlər. Əgər siz avtomobil almaq və ya satmaq istəyirsinizsə, yayda hansı modellərin ucuzlaşıb, hansıların bahalaşdığını bilməlisiniz. Ən yaxşı zaman yayın əvvəlində Lada Niva və Chevrolet Cruze kimi modelləri ucuz əldə etmək mümkündür. Hibrid və SUV almaq istəyənlər üçün yay ayları qiymətlərin yüksəldiyi dövrdür. Sentyabrda avtomobil bazarı yenidən dəyişir. Bəzi modellər təkrar ucuzlaşır. Bəs siz yayda hansı avtomobil almağı düşünürsünüz? Sizcə qiymət dəyişiklikləri nə dərəcədə təsir edir? Şərhlərdə fikirlərinizi bölüşün. Videonu bəyəndinizsə, yeni avtomobil xəbərləri üçün kanala abunə olun. Dikkat! Danışır Baki.